İstədi qəbul sualından davam eləyək. Deməli, bizə burada deyir ki, təpə nöqtəsinin koordinatlarını tapın. Bilir ki, kvadratik funksiyanın təpə nöqtəsinin koordinatları bizdə m-dir. M bərabərdir mənfi b bölünsün 2a-ya. N də bərabərdir mənfi diskriminant bölünsün 4a-dır. Deməli, m-i tapanda mənfi b-miz bizim burada 12'dir. Bölünsün 2a. A-mız da mənfi 3'dür. 2 vurulsun mənfi 3. Mənfi ilə mənfi gedəcək. 12'yi də 6'ya böləndə m-imiz olacaq 2. Elə buradan da cavabın D olduğu görünür. N-i də tapaq. Mənfi b kvadratı çıx 4ac bölünsün 4a şəklində olur. Deməli, mənfi b-nin kvadratı, yəni 12'nin kvadratı verəcək bizə 144. Çıxılsın 4ac. 4'ü mənfi 3'ə vuranda mənfi 12. Mənfi 12 ilə mənfi 13'ə vuranda olacaq 156. Bölünsün 4a. 4 də mənfi 3'ə vuranda mənfi 12. Bu mənfi ilə bu mənfi getdi. 144'dən 156 çıxanda mənfi 12 qaldı. Mənfi 12 ilə 12'yə böləndə cavabımız oldu mənfi 1. M-in. Bilirik ki, təpə nöqtənin koordinatları M-in. Birinci M yazılır, sonra M. M təpə nöqtəsinin apsisidir. N isə təpə nöqtəsinin ordinatıdır. Keçək 10-cu sualımıza görək nə deyir? 10-cu sualda deyir ki, bu çoxluqların kəsişməsi tapın. Kəsişmə hər ikisində olanlardır. 6, 7. Elə 6, 7. Başqa yoxdur. Növbəti sualımıza baxaq. Deməli, 11-ci sualda deyir ki, trapeziyanın diaqonalı onun orta xəttini 6 və 20 cm olan hissələrə bölür. Trapeziyanın böyük oturacağını tapın. Trapeziyanın diaqonalı budur, orta xətti də budur. Deməli, 11-ci sualda bizdə şəklimizi çəkdik. Trapeziyanın diaqonalı onun orta xəttini 6 və 20 cm hissələrə bölür. Bu trapeziyanın orta xətti olduğundan və deməli oturacağı da paralel olduğuna görə digər tərəfin də gəlir ortasına düşür və onda bu 6 həmin bu üçbucağın orta xətti olur. Üçbucağın orta xətti də oturacağın yarısıdır, yəni paralel olduğu tərəfin yarısıdır. Deməli, bura olacaq 12. Burada da yenə eyni qayda ilə 20 də bu üçbucağın orta xəttidir. Deməli, bu oturacaq da olacaq 40. Bizdən də böyük oturacaq istəyirdi. Cavabımız oldu 40. 13-cü sualdan davam edək. S16-nı istəyir ədədi silsilədir. S16 bərabərdir A1 üstəgəl A16 bölü 2 vur 16-ya. 16 ilə 2 ixtisar gedir. A1 üstəgəl A16 vur nə olacaq? 8. Aha, sual yaranır. Bəs A1 üstəgəl A16 nəyə bərabərdir? Gördüyümüz kimi bunların aşağılarının cəmi verir mənə 17-ni. Baxın, burada 5 ilə 12-nin cəmi də 17 verir. 7 ilə 17-nin cəmi də 17-ni verir. Bizim də xassəmiz var idi ki, ədədi silsilənin 2 xassəsindən biri bu idi ki, M üstəgəl N bərabərdir K üstəgəl L-dirsə, AM üstəgəlinsin AN də bərabərdir AK üstəgəl AL doğrudur. Yəni A5 üstəgəlinsin A5 üstəgəlinsin A12 bərabərdir A7 üstəgəlinsin A17-yə və həmçinin də A1 üstəgəlinsin A16-ya. Bunlar üçü bir-birinə bərabərdir. Yaxşı, bu ikisinin cəmi ilə T olsun məsələn. Bu ikisinin cəmi eynidirsə, onda hərəsinə nə qədər düşəcək? Aydın məsələ ki, hərəsinə düşəcək 32. Deməli, A1 üstəgəl A16-da nə olur? 32 olur. Mənə də cəmini istəyirdi. Onda A1 üstəgəl A16 32-dirsə, 32 vur 8 olacaq 256. Cavabımız C variantı.